işləmək lazımdır. Nə eləyim, hara işlədim, getdim ofisantlıq işləməyə. Ən birinci iş yerim ofisant olaraq işləmişəm. Bir dənə kafe idi, Xalqlar tərəfdə, Əhməd tərəfdə, Ordubad kafesi. Reklamlar getmir. Deyəsən, yoxdur o kafe indi. 2013-cü il, 2005-ci ildə, 2005 idi. 2005-də qutardı, 2009-da mən institut bitirdim, bəli. Girdim ora, nəsə ən birinci çayvı vermişlər mənə, hələ birinci gün idi, 30 qəpiy idi. İndi çox danışmışam onu da, necə sevinirdim 30 qəpiyə. Sonra nəsə orada işlədi, gördüm ki, orada biraz qazanmaq çətindir də, nə da iti dəlişi də, daha yeni atımlar eləməyə, gör ki, yeni atım elədim də, indi öz ailəmdə. Getdim Şadlığa işləməyə, Şadlıq sarayında. Şadlıq sarayında işlədim uzun müddət, yəni deyə də bir il mi işlədim, il yarım belə hardasa işlədim. Və işləyəndə də elə həvəslə işləyirdim, sevirdi öz işimizi. Baxmayaraq ki, ofisant idi. Sevirdi deyəndə də deyim, sevirdi, yox. Utanan vaxtlarım da olub, tanışlar oturanda qaçırdım, gizlənirdim. Yəni burada, bu deyirlər aradan bir. Nə işləyirsənsə o işi sevmək lazımdır. O düz söhbətdir. O aradan bir, mən işləyirəmsə, məsəl üçün, ofisant, belə ideal özümü sevdirəm o işi falan, deyirəm ki, bu müddəti xərcləyirəmsə, ideal o işi görüm. Yenə də mən orada utanıramsa hansısa bir məsələlərdən, o iş mənim işimdə ölmür. Yəni, o işi tez bir zamanda dəyişmək lazımdır. Sonra məhəllədə bir dəfə keçirdilər, o Venidə, belə mikroavtobuslarda, orada mən eşitmişim, bu Kirby aparatı var idi, pilisosla, 4400 manata. Sonra oraya nə elədilər ki, bəs bizə işçilər lazım. Mən deyirəm, işçi lazımdırsa, dedilər ki, getdik nəsə, işə düzəldik. Elə birinci aydan başladı partlayış eləməyə. Partlayış eləməyə Moskvaya göndərdilər falan, bla, manasız şeylərdir hamısı. Yəni, nəysə, işlədim orada, yaxşı işlədim, yaxşı, o başqa bir mövzudur, başqa bir, böyük bir emosiyalar, böyük bir, yəni, vaxt lazımdır ki, sırf o Kirby şirkətindən danışmışıq, çox gözəl şirkətidir. Çox şey öyrəndim orada. Emosiya, satış, ünsiyyət, psixologiya insanda, yəni satışda, əsasda. Yəni orada çox şey öyrəndim, o ayrı bir mövzudur, yəni tam. Sonra vaxt gəldi, əskəri xaraşo. Əskəriyə getmək lazımdır. Sevinə-sevinə gedirik, indi hara düşmüşük, birinci düşdüm Beyləqana, sonra Füzuliyə göndərdi, hər bir hissə dəyişildi. Düşdüm, çox həvəsli idim də, uşaqdan bizə atam həmişə idmançı olub, həmişə idmanla məşğul olub, siqaret çəkmir.